O videonu mütləq yadda saxlayın, çünki iki faydalı film deyəcəm sizə, baxın, unutursan Fısılda filmi. Bu filmə baxmayanlar mütləq baxsınlar, çünki burada iki bacı arasında böyük bir diyaloq var, onu mütləq izləyin. İki bacı gəncliyində çox mehriban olsalar da, sonra balaca bacı, böyük bacının həm sevgilisinə, belə deyək, həm də şeylərini götürür, qaçır şəhərə, İstanbulda çox məşhurlaşır, ulduza çevrilir. 30-40 il bunların münasibəti olmur, düşmən vəziyyətində olur, amma sonunda bacı Alzheimer xəstəsi olur və məcbur olur kəndə dönmək, çünki heç kimi tanımayacaqdı və bacısı onu aqressiyadan qarşıdır. Aralarında çox belə qəribə bir konfliktoloji bir söhbət olur. O söhbət bəlkə də dünyanın neçə kitabına dəyər, ensiklopediyalara dəyər. Mütləq o filmin o hissəsini izləyin. Daha sonrası Lion filmində burada da Hindli oğlan Sarunun həyatından danışır. O anasını uşaqkən itirir. Onu Sue adlı bir Avropalı xanım götürür. Sue ona gözəl təhsil verir. Sonra Saru artıq anasını görmək istəyəndə gəlir Sue'nun yanına və Sue ilə bir dialoq olur. O deyir ki, mən bilirəm ki, sizin uşağınız olmadığınız üçün bizi götürmüsünüz, amma Nicole Kidman oradan çox gözəl cavab verir. O da çox möhtəşəm aforizmlərlə bərabər bir cavabdır. Hər iki filmin bax bu hissələrini izləyin, məndən razı qalacaqsınız və baxdınızsa mütləq aşağıda kommentlərə yazın, oxuyacağam cavablarınızı.